Oy oy oy. Səhər saat 9-un yarısıdır. Günəş artıq təpədədir. Yay vaxtı belə olur da, yəni günəş tez çıxır. Bu informasiyanı bölüşüm. Vay 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 vay. Oy 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 oy. Bəli. Salamlar hamınıza. Kanala bir dənə video yüklədim. Başıma gəlməyən qalmadı. Deməli buradan keçək. Öz-özümə məqsəd qoydum ki, artıq düzənli video atacağım. Bir dənə video atmışdım. Cəmi bircə dənə video atmışdım. Onun ilə də həyatım alt üst oldu. Alt üst oldu. Aynen də ay nə oldu da kamera xarab oldu, nə bilim ha. Biz buradan nətər keçəcək. Allah. Ay sən ol. Maşın nətər sürətləndisə ən sağdakı. Dedim gəlib vuracaq məni. Bəli. Gecə yata bilmirəm ya qardaş. Gecə yatamıram. Yenə az yatmışam, yenə yuxularımda oyanıram. Təsəvvür edin ki, gecə saat 2-də yatmışam. Gecə saat 2-də yatmışam. 3-də bir oyanmışam, 4-də bir oyanmışam, 5-də bir oyanmışam. 6-da bir oyandım, ondan sonra onsuz da bir yarım saat. Oyan buyan biraz oturdum, özümlə söhbət elədim. Yenə biraz başımı qoydum, yuxuya getdim. Bir de gördüm budilnik. Bir de gördüm oyanmaq vaxtıdır. Və saat 8-də durdum tez bazar əynimi. Başımı götürdüm, qaçdım çölə. Ki saat 9-a heç olmasa suya girim. Saat 9-a heç olmasa suya girim. Ki heç olmasa saat 11-də oradan çıxsam, saat 12-də evə çatsam ki, böyük ehtimalla çata bilməyəcəm, böyük ehtimalla. Yenə də bir ümid, yaşamaq bir ümiddir deyiblər. Yenə də bir ümid çıxdım. İndi neçəyə çatarıq, çatmarıq da Allah böyüdür. Allah böyüdür. Amma bunu aparıb qaraja qoymalıyam. Şəhərdəki qaraja. Ki, sonra motosikletlə düşüb təzdən bu velosipedi götürə bilim. Buradan bəlkə gedək Azadlıq prospektinə elə birbaşa buradan. Gedək. Qardaş oğlu gedək. Gedək deyirsən, gidik. Çıx daya, çıx. Abi, günəşdən qorunmaq üçün sən öl. Ninja kaplumbağa kimi gəzirəm. Hər yerimi bağlamışam. Bir dənə bu əllərim qalıb. Əllərim də qaraldı ki olsa. Əllərimi bağlasam da gecdir. Yəni dırnaqlarım bir keşiklərdə də. Çoxu əlcək taxır. Əlləri qaralmasın deyə. Ayağı mənim axotum olmaz ya. Əlcək nə də? Yayda əlcək taxırlar. Ürəyim çıxılar. Onsuz da hər yerimizdən tər axır yayda. Heç olmasa əllərimiz biraz nəfəs alsın. Amma belə üzümüz adımı qoruyuram. O ilə belə düzdür ya. Məsələn, bunu taxmışam. Amma yenə də qaralır dəri. Çünki bu da yəni tam qorumur da. Bunun da müəyyən dərəcədə effektivliyi var. Həm də bu biraz nəfəs alan materialdır deyə günəşi az da olsa buraxır yəni. Amma da yəni biri də var nə idi? Cümlə quruluşuna görə sizdən böyük dərəcədə üzr istəyirəm. Yol polisi də deyəm solumda. Keçəyə görə qabağa biraz. Məsələn, mən motosikletlə gəlsəydim, böyük ehtimalla burada keçə bilməyəcəydim.
Ay Allah, bu söyməsinlər bizi. Sola dön, 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 sola dön. Dön, 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 dön. Allahu Ekber. Bəli, keçdik. Ay, bura suymuş ki. Bu informasiya mənə niyə verməyiblər? Su. Biz aşağı düşəcəyik. Ona görə elə qoşa xətlə getsəm məncə daha yaxşı olar. Bu mənim obyektiv fikrimdir. Belə. Ay, nə qəşəng kölgə gəldi. İndi hələ günəş tam təpədə deyil. Günəş tam təpədə olanda hardasa, yəni söhbət gedir saat 1-də. Günəş, mən sağa keçməliyəm, bu geçsin. Geç. İşim yoxdur, geç. Günəş tam təpədə olanda gizlənməyə yer olmur. Hara gizlənəsən? Bəli. Ay, açığımı çıxarım. Heç nə görmürəm. Çap. Ay, qırıqçı nə də? Yekə oğlansın. Ay, su. Kırlalarım yoxdur deyə, məcburam palçıqdır, sudur, belə yerlərdən keçməyim. Kırlım var idi, 4 gün qabaq biri sındı, 2 gün qabaq da yox, qabaq birinci sındı da, hə. 4 gün qabaq kırlım sındı. 2 gün qabaqdakı arxa kırlım sındı. Yəni, bəlkə də bir ildir mən işlədirəm də. Amma 2 gün içində elə bir ki, 2 kırla da sındı. Dönək sağa, daha bizə yol versin. Ay, bu üzüm niyə açılır mənim? Üzümü tam bağlayayım. Günəş əritməsin bizi. Əritmə günəş. Babonun sağından geçsəm, oradan adam düşəcək. Görürsünüz, təfəkkür necə gözəl şeydir? Ne? Təfəkkür. Buradan düz gedək. Ay Allah. Ay, bu vaxtı da kuru yermiş ləyərlər. Səhər saat 8-dir. Ay, acından mədəm belə o paltar sıxırsan. Elə bir ki, mədəm babama elə sıxıldı. Oy. Özdə bilirsiniz də. Üzərində var. Ayda, mədə bizə nə inəyəcək? Promoy belə yapışırdı, az qalsın mədə. Düz get. Bura demək olar ki, başdan sona var ki, avtobus yoldur. Bura qədər avtobus yolu deyil idi, daha doğrusu bundan qabaqki küçəyə qədər. Buradan sonra avtobus yoludur, ona görə buradan düz aşağıya kimi rahat düşmək olur. Amma hər dəfə gərək sən sağdan çıxan maşınlara və yaxud da ki, sağa dönən maşınlara fikir verəsən ki, səni də götürüb özü ilə sağa aparmasın. Ay, bu tut. Ən zəhləm gedən şey deyə bu tut tökülür yerə. Bütün qılçam, hamısı tut olur. Ayaqqabı tutun rənginə boyanır. Bu dayaqlı şimdi tanış adam oxşuyur arxadan. Bəli, buradan. Ay Allah. Buradan düz gedəcəyik. Gedək həmişə kimi yolun ortasında gözləyək. Niyə də gedib stop xəttinin arxasında gözləməliyəm mən? Ay, tormuzu dəyişməliyəm, cildir. Bu 6 bazar gedim, tormuzu dəyişim. Keçəcək qardaş. Sola dönə bilər ki, buradan. Sadəcə bir sual deyə verirəm. Ay, sola dönmədilər. Elə bunu sola dönməyə gözləyirlər. Düşürük yüz aşağı. Oh, mis. Miso. Oy, qəşəng yüz aşağı. Mən bu yoxuş deyirlər də, spusk Dədə babadan.
Həqiqətən yoxuş düşməyi sevirəm, amma daha maraqlı bir şey deyim. O yoxuş demirlər bir dəqiqə. Eniş. Hayır, yoxuş nədir? Eniş. Eniş bala, gəl yeməyə. Eniş deyirlər ha. Heç kim də demir ki, bala səhv deyirsən. Yoxuş nədir? Yoxuş qalxana deyirlər. Qalxana yoxuş, enənə eniş. Eniş nə şirin hatta. Azərbaycan leksikologiyasında. Bir daha yolla. Sağ ol, Allah razı olsun. Okey. Dostlar, bakın bu videoya bir daha başlayayım. Bu videoya maksimum 300 bin izlenme. Yok, maksimum ne diye? Minimum. Bir daha baştan. Ay, burada velosiped yolu var. Sağa dön. Ay, bu velosiped yoluna ayağımı basmalıyım. Velosiped yolu. Velosiped yolu. Bisiklet yolu. Bəli. Nişanı da qoyublar ora. Əslində nişanı yığışdırmalılar da orada. Durma qadağan nişanı. Amma nişanı qüvvədən düşür də. Bu maşını harada saxlayacam? Velosiped yolunda saxlayacaq ya. Belə burada saxlaya bilər əslində. Adam mindirib düşürtmək üçün və yaxud da yük doldurub boşaltmaq üçün bu nişan qüvvəsinə istifadə olunur. Ay, mədəm getdi gəldi yenə. Ay Allah, mədəmin suyu belə ayda. Ay, necə sıxıldı mədəm. Sıxılıyor ürəyim. Bəli, demək olar ki, çatmışıq. Az qalıb. Saat neçə oldu? Saata baxamıram ya. Neysə, buradan öncə dönüm, sonra baxaram saata. İndi saata baxan yerdə paket olmayaq. Bir dənə dayı mənə gözlə. Ay, canınızı yiyərəm sən. Bir dənə buradan da keçək dayı uşaqları. Belə işlər. Ay, nə qədər maşın var ha. Hələ saat 9-un yarısıdır da. Yəni burada probka bitməli idi. Amma baxırsan ki, yox, bitir. Məktəblər də bu arada, bu son həftədir, məktəb bitməlidir artıq. 2-3 günə son idi. Mən yadıma gəlir, biz yəni məktəbin bağlanmağını bir 10 gün qala 10 gün qala demək olar getmirdik də. Yəni 10 gün qala kitablar yığılırdı. Kitab yığılanda bir sevinirdi. Çünki kitab yığılmaq o deməkdir ki, yəni dərs qutardı da yəni. Bir dənə bağışlayayım, məyə bağışlayayım. Valla, mədəm niyə belə elədi məni? Oy. Acından qırıldıq. Hələ gecə yemişəm. Təsəvvürsünüz, gecə saat 1 idi, 2-nin yarısı idi. Nə idi mən yeyib tutaranda? Əslində gecə yeyəndə səhər adam belə vəziyyətə düşür. İnan ki, gecə yeməsəydim, yediyim də nə deyir? Düyüdür, katiletdir, belə şey var idi. Yüngülvarı yemək. Bir dənə buradan dönək da uşaqları. Yüngülvarı yemək. Onunla belə adamı bir dənə incidir o axşam yeyilən yemək var. O. Hələ tez də yatmadım. Yedim bir yarım saatda həzm prosesinə icazə yaratdım, şərait yaratdım ki, həzm ki, buradan mən sağa keçməliyəm, imkan verməyəcəklər görək. Bu nə qışa maşını var? Əvzinin maşınını yiyirlər. Bəli, buradan bir dənə siqnallayaq, keçək qabağa. Keçək. Bas. Sür. Sən indi gəlib arxadan cübbultu ilə atacaqlar mənə qabağa. Çatdıq Kaspiyan Plazaya. Kaspiyan Plazanda keçək biraz qabağa. Nəyəcə dostlar, burada bağlayıram videonu. Çatmağımı 5 dəqiqə qalıb. Öpəşin, hamınız öpəşin.
Təbii ki, mənim videomu bilirəm ki, qadınlar izləmir, ancaq kişilər izləyir. Ona görə rahatlıqla deyirəm ki, hamınızı öpeyişin. Sağ olun. Keçən, bilən, düz gedək. Bəli. Mən bu arada saxlayacağım, heç onu fikirləşməmişəm. Zaryadkam da azdı. Ziryadka. Bir dənə gözlə daha aşağı. Bir dənə mən keçim velosiped yoluna, bu avtobus. Sən nəzər. Bura o qədər pis velosiped yoldu ki, o qədər paslıdır ki. Pedalla. Neysə. Bugünlük bu qədər bəsdir. Gedək üzə qəşəng 2 saat. 2 saat üzəcəm. 2 saat sonra saat 11-də çıxacam. Gedib şoseni götürəcəm, onu da görəcəksiniz. Şoseni götürəcəm. Gedim görüm təkər boşalmayıb. Çoxdan da qarajdadır. Onu götürəndən sonra gedəcəm. Şose ilə evə gedərəm yəqin qaraja. Öz qarajıma. Şəhərdəki qarajdan öz qarajıma gedəcəm. Oradan da şoseni evə qoyub gedib motosikletimi götürəcəm və gedəcəm təzədən şəhərə, qaraja düşəcəm. Daha doğrusu işə çıxacam promoy. Buradan sola